Hoş gördük, değerli izleyiciler. Ülkede ve dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Avqustun 14-də Azərbaycanda hava şəraitinin əsasən isti keçəcəyi, bəzi rayonlarda isə yağışlı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə temperatur 23-26 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 45-50% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli, leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 13-18 dərəcə, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.